Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Hal-hazırda mən sizə deməli DİM sınaq 2021-ci ilin izahını təqdim edəcəm. Birinci sualla başlayaq. Lokal şəbəkə texnologiyalarına aid olmayanları göstərin. Deməli olanları seçək. Ethernet işində istifadə olunur. Tokenlink halqada istifadə olunur. FTD 2 qat halqada istifadə olunur. 100 VPN ulduzda istifadə olunur. Bizə aid olmayanlar soruşulur. 3 olacaq, 5 olacaq və 7. Cavab olacaq B bəndi. Növbəti ikinci sual. Verilmiş elektron cədvəl fraqmentinə əsasən C14 xanasının nəticəsini tapın. C14 xanası bu hissədir. Deməli C12-dən C13-ə qədər cəm lazımdır. Ona görə bu düsturlar da hesablanmalıdır. A12-nin qiyməti 1-dir, B14-ün qiyməti isə 8-dir. Bu xananın nəticəsi verəcək 9. Əvvəlic ədədi ortadır. A14-dən B 14'e qədərki nəticə bu 2 dənə qiymət təşkil eləyir. 14, 14 2-yə bölsə eləyəcək 7. Sam isə bu ikisinin cəmi olduğu üçün nəticə olacaq 16. Keçək növbəti sualımıza. Əmtəə barədə 5 sütundan ibarət ad, təfəkkür, miqdar, saxlama müddəti, qiyməti ibarət olan ambar verililər bazası cədvəlində 25 əmtəə barədə məlumat daxil edilib. Neçə yazı var? Yazı həmin şəxslərin sayıdır. Həmin şəxslərin sayıdır. Demək, 25 nəfər haqqında məlumat var. Neçə yazı var? 25. Cavab olacaq burada C bəndi. Aha. Keçək növbəti dördüncü suala. Dördüncü sualda word art nədir? Word art dekorativ yazılar yazmaq üçün istifadə olunur. Söhbət Word-də misal üçün insertdə yerləşən əmrdən gedir. Gəlin baxaq. Deməli, Word-də yerləşən Word Art-ın funksiyası dekorativ yazı. Şəkil əlavə etməkdir, şəkil picture-dir, sxem əlavə etmək Smart Art-dır. Mübadilə buferi məlumatı yerləşdirmək, kat və copy elədiyimizi yerləşdirmək deməkdir. Simvollardakı insertdə simvolsun içərisində yerləşir. Bizə isə lazımdır dekorativ yazılar. Dekorativ yazı yazmaq üçün insertə daxil oluruq. İnsertə daxil olduqdan sonra text lent qrupunun içərisində belə bir word art var. Belə bir dekorativ yazılar yazmaq üçün istifadə olunur. Keçək növbəti sualımıza. Beşinci sual. Beşinci sualda Neyman arxitekturasında periferiya hissəsinə aid olanları seçin. Daxili yaddaş qurğuları periferiyaya aid deyil. Daxil etmə, xaric etmə qurğuları daha sonra xarici yaddaş qurğuları periferiya hissəsinə aid olanların içərisindədir. İdarəetmə qurğusu prosesordur, amma idarəetmə pultu kənardan idarə etmək üçündür. Hesab məntiq qurğusu da periferi hissəsinə aid deyil, mərkəz hissəyə daxildir. 2, 3, 6 doğru cavab olacaq C bəndi. Keçək 6-cı suala. Spam nədir? Ümumiyyətlə məktubda bir məktub göndərilən zaman və ya qəbul edilen zaman gələnlər və yəni gələnlər var, hansı ki bizə gələn məktublar bizə daxil olanlardır. Göndərilənlər bizim göndərdiklərimiz spam bölməsi də var orada. Hansı ki kimsə reklam xarakterli məlumat göndərirsə, arzu olunmaz virus içərisində daşıyan belə də daşıma ehtimalı olan tipli mesajlar varsa, ona biz spam deyirik. Arzu olunmaz reklam xarakterli elektron məktub. Yəni o bəzən belə olmaya da bilər. Bəzən olur ki, misal üçün adi iş yerində də bəlkə də başınıza gəlmiş olar. Misal üçün iş yerində 70 nəfər varsa, 70 nəfər 70'ini də seçirlər, eyni vaxtda məktub göndərirlər. Ona gedib spama düşür. Yəni arzu olunmaz reklam xarakterli düşünülür deyə gedib spama düşür. Bəzən vacib məqam da ola bilər. Sadəcə hər kəsə eyni vaxtda göndərildiyi üçün gedib spam qovluğunda yerləşə bilir. Avtomobilçilər verilənlər bazasının bir fraqmenti verilib, texniki baxışın vaxtı 01.03.08 sorğusu ilə tapılan yazıların sayı neçə olar?
Deməli, buradan kiçik texniki baxış burada kiçik olmalıdır. 8-dən kiçik olmalıdır. Deməli, bir budur. 8-dən kiçik, 8-dən kiçik. 2007 kimi baxın. Yəni 2007 2008-dən rəqəm olaraq 7, yəni 0, 7, 8-dən daha kiçik rəqəmdir. Sonra 0-3-dən kiçiklərə baxaq. Deməli 0,8 olub 0,3-dən kiçik varmı? 0,8 olub 0,3-dən kiçik olan var. 0,8 olub 0,3-dən kiçik olsa da bu 31-dir, bu 1-dir, bu böyükdür. Deməli, burada da 0,6-dır və salam. Sadəcə 4 yazı ödəyir. Yazılan sayı soruşulur. Burada cavab olacaq 4. Yəni D bəndi. Hansı təqdimatları nümayiş tipli fayl kimi yadda saxlamaq üçün hansı genişlənmədən istifadə olunur? Təbii ki, PPC-X-dən istifadə edəcəyik. PPT-X standartıdır, bu isə şablonudur. Cavab olacaq PPC-X. Hansı yaddaş qurğusudur? Xam şəbəkə qurğusudur. Slimmer maqnit lentli ikinci nəsildə istifadə olunan və virusda düşməyən yaddaş qurğusudur. 9-cu sualda cavab olacaq D bəndi. Fərdi kompüterlərdə bir simvolun ASCII kodlaşmasında 1 baytdır, bit olaraq isə 8 bit yaddaş əhatə edir. Bunda cavab olacaq A bəndi. İş vərəqində sətirlərin sayı neçədir? Deməli, 214 sayda sütun var. 16.384 eləyir. 220 sayda sətir var. 1.048.576 dənə də sətirdir. Burada cavab olacaq A bəndi. Növbəti 12-ci sualda x, y-in qiymətləri verilib. Z dəyişənin qiyməti soruşulur. Y sıfırdan böyükdürmü? Yəni 1 sıfırdan böyükdürmü? Hə. Onda Z sıfırdan böyükdürmü? Mənfi 2 sıfırdan böyükdürmü? Deyirik yox. Yox qoluna gələndə Y-in qiyməti 1-dən çıxıram. Z-in qiyməti, yəni mənfi 2-ni mötərizəni açsaq nəticə eləyəcək 3. 12-ci sualda cavab olacaq Y bəndi. 13-cü sualda fail və qovluq piktoqramının solğun rəngdə göstərilməsinin səbəbi nə ola bilər? Fail və ya qovluq solğundursa, ya onu gizlədiblər, yəni gizlədiblər, hidden eləyiblər, ya hidden olunub, ya da ki onu kat eləyiblər. Yəni misal üçün iş masasında biz hansısa bir hansısa misal üçün bu fayldır. Hal-hazırda onun kontekst menüsünə daxil olub, onu həm kat eləyə bilərəm, həm də gizlədə bilərəm. Yəni ümumiyyətlə həmin faylı kat etdiyimiz zaman baxın, rəngi solğunlaşır gördüyünüz kimi və Ctrl V ilə gətirib təzədən iş masasında onu yerləşdirə bilərik. Artıq o zaman solğunluq ləğv olunur. Artıq yenidən iş masasında yerləşdirdim. Bir də həmin onun xüsusiyyətlər bölməsinə daxil olub, onu ümumiyyətlə belə deyim, sırf gizlədə bilərsiniz. Burada da ümumiyyətlə qovluqla, faylla bağlı eləyə biləcəyiniz əməliyyatlardır. Buna deyilir kontekst menyu. Properties bölməsinə daxil olub, burada hidden atributu təyin etsək, hidden atributu. Bu da o zaman əgər gizlilik atributu verilib solğun, burada baxın, ola bilər ki, görsənməsin. Bu hal-hazırda görsənmədir. Bunu mən qovluq pəncərəsini təyin eləmişəm. Gizlətdiklərim əgər görsənirsə solğun görsənir, görsənmirsə gizlənir. Hal-hazırda o gizlənmə rejiminə keçdi. Onu təyin etmək üçün, onu da düzəltmək üçün bu qovluq pəncərəsinə bunu təyin eləyəcəyik. İnşallah bunda növbəti Windows dərsində daha geniş şəkildə məlumat verəcəm. Aha, davam eləyək deməli. Bu sualda kat əmri icra edilib, fayl dəyişdikdən sonra yaddaşda yazılmayıb, açılış parolu mühafizə olunub, uzun müddət istifadə edilməyib. Dediyim kimi ya kat olunub ya da hidden atributu təyin olunub. Cavab olacaq A bəndi. Aha, 14. Demək 14-də dizayn lent tabının təyinatına aiddir. Gəlin baxaq dizayna. Dizaynda biz nələr edə bilərik? Deməli,
Baxın, biz burada mövzular seçə bilərik. Yəni hansı dizayn olsun, temalar, mövzular təyin edə bilərik. Həmin mövzulara uyğun variantlar buradan seçə bilərsiniz. Slaydın buradan ölçülərini seçə bilərsiniz. Slaydın ölçüsündən başqa slaydın ilk nömrəsinin təyini neçədən başlasın, nömrələnsin. Yəni neçənci nömrə, ya birinci nömrə neçənci olsun, belə deyə ilk nömrənin təyin edilməsi. Slaydın burada istiqamətini dəyişmək, Notes 5 görünüşündə də yenə slaydın istiqamətini dəyişmək, ölçünü təyin etmək, bir də burada background vasitəsilə arxa fon üçün backgroundların təyin olunması. İndi baxaq görək sualımızda hansı dizayna deməli aiddir. Aha, biz burada aid olanları seçməliyik. Deməli, birincisi, baxaq, burada qeyd olunur ki, slaydın ölçüsünün dəyişdirilməsi. Mən elə izahda verdim ki, slaydın ölçüsünü dəyişə bilirik. Deməli, bir mütləq olmalıdır. Slaydlara animasiya effektlərinin verilməsi. Slayda animasiya verilirsə, bu transitiondan tətbiq olunur, transition. Slayda şəkil bir səs əlavə edilməsi. Bunu əlavə edirik insertdən. Deməli, nə 2 deyil, nə 3 deyil. Nə 2, nə 3 deyilsə, variantlardan tamamilə ata bilərsiniz. Bir də mütləq olmalıca cavabımız tam-tamına alınır, amma davam eləyək. Cari slaydın gizlədilməsi. Bunu slayd show'nun içərisindən icra edə bilərsiniz. Slayd show'nun içərisindən hiddən istifadə etmək olar. Slaydlar şablon mövzuların tətbiq olunması, bəli, temaların tətbiq olunması, şablon mövzu dediyimiz elə odur, mövzu odur, temadır yəni. Slaydın səmtinin dəyişdirilməsi mümkündür, göstərdim. Arxa plan üslublarının seçilməsi mümkündür, göstərdim. Nümayiş ardıcıllığının seçilməsi isə slayd show'nun içərisindədir. Nümayiş ardıcıllığını seçirəm slayd show'dan, custom show vasitəsilə. O birisi nə sual idi? Gizlədilməsi. Aha, gizlədilməsi də slideshow-dan hide slide vasitəsilə tətbiq olunur. Keçək növbəti sualımıza. Aha. 15-ci sualda Word Metin Prosessorunda file print pəncərəsindən fraqment təchizə olunmuşdur. Ən çoxu nə qədər vərəq çap olunur? Ən çoxu. Ən çoxu deyib, əgər burada heç burada fərq eləməyəcək. Ən çoxu da ən az da eyni qədər çap olacaq. Əgər burada 200-lü versəydi, manuel olan əllə çevirməklə 200-dür. Çox vərəq çıxması üçün onda 100-də hesablayardıq. Ən az vərəq deyəndə də 200-də hesablayırdıq. Amma burada zaten 100-lü verdiyi üçün ən çoxunda, ən azında heç bir fərqi olmayacaq. Deməli, burada kopya 3'dür. Kopya 3'dür. Bir dəqiqə, bax, əlavə parametr veribmi? Aha, yox, əlavə parametr verməyib. Ən çoxu, deməli, ən çox vərəq istəyir. Kopya 3'dür, axırda baxacağım. 4-dən 6-ya kimi 6 çıx 4 üstə gəl 1. 3 vərəq buradadır. 13 çıx 8 üstə gəl 1. 6 vərəq də buradadır. Ve biri də əvvəldə verilib. 6, 3, 9, bir də əvvəldə 10 dənə vərəq. Bunlar mənə lazım deyil. Bir üzlü çap edir və bir vərəqdə də birini çap edir. Ona belə çıxır ki, 10 səhifə üçün elə bizim 10 dənə də vərəqə ehtiyacımız var. 10 səhifəlik məlumat üçün 10 vərəq. Aha, amma biz 3 nəfər olduğumuz üçün 3'ə vuranda, 10 3'ə vuranda eləyəcək 30. Deməli, cavab olacaq burada ən çoxu da desə, ən az da desə 30. 15'də cavab olur B bəndi. Onluq say sistemi verilmiş ədədlər ikilik say sistemi ilə bərabər olan ədədlər müəyyən edin. Hə, e, yəni ikilik say sisteminə çevirməliyik. 87-ni ikilik say sisteminə çevirmək üçün 2-nin ən böyük qüvvəti 206 var. 5, 4, 3, 2, 1, 0. 206 yazanda bu da 64 verir. Üstünə 32 gəlsəm 96 eləyər. Yəni 87-nin aşağı. Onda burada 0 yazıram. Burada 1 yazsam 16. 0, 80 eləyəcək. 80 üstə 7 gəlməliyəm. 7 də ki, 2 üstü 2, 2 üstü 1 və 2 üstü 0-dan alınır. Qalan qüvvətlərdə 0 yazaram. Bu, misal üçün 87-dir. Onluq say sistemində verilmiş ədədləri ikilik say sistemi bərabər olan ədədlər müəyyən edin. Demək, bu 87, 101, 01, 11 olmalıdır. 101, 01, 11 olmalıdır. Deməli, biri uyğundur de. Deməli, birə uyğundur de. Birə D uyğundursa, avtomatik cavabınızı tapıb heç davam etməyə də bilərsiniz. Amma əgər davam etməyimi istəyirsinizsə, yenə də o birisi variantları göstərim. Və 83-ün içərisində 206 var. 6, 5, 4, 3, 2, 1, 0. Bu da yazanda 1, bu 64 verir. 206 yəni var, 64. Üstünə 32 gələnmərəm 96 eləyər. Onda bu da 0 yazıb, bu da 1 yazsam, bu eləyəcək 80. 80-in də üstünə 3 gəlməliyəm. 3'ü də 2 üstü 1-dən 2 üstü 0-dan almaq olar. Qalan qüvvətlər isə sıfırlarımı düzərəm. Və cavab olacaq bu şəkildə. Artıq davamını getməyə məncə ehtiyac yoxdur.
17-ci sual. 17-ci sualda aşağıdakı kimi verilmiş faylların tam adı necə olar? Tam adda biz ardıcılığa riayət etməliyik. C diski, data qovluğu, dokument qovluğu, referans, protokol.doc. Məsəl üçün burada artıq bu olacaq bu şəkildə. C data dokument, C data dokument, referans, protokol.doc. C data Sedata Picture, Myton.jpg burada əlavə bir şey verilib. Bu deyil. Burada disk yoxdur. Misal üçün B variantında. C data dokument, referans, protokol.doc. Bu düz. C data sonra picture, C data picture, monitor JPG, C data picture, CD BMP. C variantı tam tamına doğrudur. Burada yanlışlıq nədir? C data document, referans protokol.doc, C picture, monitor JPG, C picture. Burada picture verib. Aha, düzdür də. Picture, CD bir dəqiqə bu ikisinin görə fərqi nədir? Yaxınlaşdıraq. C data dokument, referans, protokol.doc, doğru. C burada, burada data yazıb. Bir dəqiqə. Buna diqqətlə baxın. C data sonra picture olmalıdır. Burada datanı yazmayıblar. C data sonra picture olmalıdır. Amma baxın burada mən elə bildim eyni variant, amma yox. Picture'dən qabaq datası yoxdur. Ona görə elə doğru cavab ancaq C'dir. Aha, IPv1 fraqmentləri verilib, hərflər aracılığı IPv1-a uyğun formada sıralanaraq bərpa edin. Yəni, mən bunu düzgün IPv1 yazmalıyam. IPv1 4 hissədən ibarət olur. 0 ilə 255 arası qiymət ala bilər. Belə. Misal üçün, A variantına baxaq. Ardıcıllığı sadəcə düzürəm. Elədiyim xüsusi bir şey yoxdur. C nöqtə, sonra D 98 nöqtə, A'dakı 201.67. 129, 98, 201, 67. 4 hissəlidir. 255'i aşmayıb, deməli doğrudur. Amma məsəl üçün B-ni yazaq. 98 nöqtə 201 nöqtə 67. Sonra 9 nöqtə 12. 679 alındı. 255'i aşdı. Demək ona görə də digər variantların hər birində belə xətalar olduğu üçün cavab olacaq ancaq A bəndi. 19. Komitenin sərt diskində DLL genişləməsi olan fayllar. Ümumiyyətlə libdir, DLL-dir. Bunlar kitabxana fayllardır. Yəni dinamik, bu D-dakı dinamik sözünü yadda saxlaya bilərsiniz. Dinamik kitabxana fayllardır. 10 tabının paragraf lent qrupuna aid olmayan 10 tabının paragrafına görə dəqiqə Word-dən söhbət gedir. Bir saniyə. Lazım deyil bizə. Aha. Şriflərin ölçüsü, şriflərin üslubu, şriflərlə bağlı, şriftin formatı, şriftin rəngi, nə bilim, qalın yazmaq, maylı yazmaq, altından xətt çəkmək, bunlar hamısı misal üçün fontdadır. Paragrafda olanlar isə sırf abzaslarla bağlıdır. Sırf abzaslarla bağlıdır. İndi gəlin baxaq görək. Deməli, Homun paragraf lent qrupuna aid olmayan. Bax, font size. Bəli, bu şriftin ölçüsüdür. Bu elə fontdadır. Sort paragrafdır. Numbering abzasların nömrələnməsi paragraf. Bullets paragrafdadır. Line spacing paragrafdadır. Həqiqətən də gəlin baxın. Bax, numbering. Deməli, bullets, burada nömrələmə, numbering, sonra başqa nə var idi orada? Sətr arası məsafə, düzləndirmə, yəni nə varsa sort. Amma fontun, yəni şriftin ölçüsü var. Mesela burada şriftin ölçüsü var, font size. Bu sırf şriflərlə bağlı olduğu üçün olacaq. Deməli, fontda. Fontu açmaq üçün də klaviatura qısa yolu Ctrl D-dən də alt əmrini açmaq üçün Ctrl D-dən istifadə edə bilərsiniz. Növbəti 21-ci sual. 21-ci sual. Qrafik rejimdə monitorun ekranı verilib, ölçüləri verilib, 256 sayı rəqəmlər verilib. Deməli, V bərabərdir. 2 üstü 9 vurulsun, 2 üstü 7 vurulsun, 256 sayıdadırsa olacaq 1 piksel 8 bit.
Ve bunu da kilobayta çevirəndə 213-ə bölməliyəm. Bu eləyəcək 219. 19-da 213-ə böləndə qalacaq 206, yəni 64 kilobayt. 64 kilobayt. Qurulmuş diaqramın aşağıdakı elektron cədvəl fraqmenti verilib. A2-dən C2-ə qədər diapazon seçilib və C1 xanasına hansı ədəd yazılmalıdır? Baxaq. Deməli, biz C1-i bilmirik. Yəni, burada yazılan ədəd X-dir, bilinmir. Bizdə bu saat əqrəb istiqamətinə bölünür. Baxın, bu bölünmə birinci paya düşən paydır, ikinci bura düşən paydır, üçüncü bura düşən paydır. Mən belə bir qənaətə gəlirəm ki, onda bunun yarısıdır, bu da yenə bunun yarısıdır. Bu ikisinin cəmi bunu verir. Və həmçinin də bu ikisi də bir-birinə bərabərdir. Yəni növbəti bu ikisi bir-birinə bərabərdir. Yəni bu məntiqə əsasən cavabı tapa bilərəm. B1-in qiyməti 4-dür. 4-ü 2-yə böləndə eləyəcək 2. 2 üstəcəlsin. C1-in qiyməti bilinmir. Ona görə yazdım 2x. Bu da 2x. B1-in qiyməti 4. A1-in qiyməti 3-dür. Üzr istəyirəm, 4-dür, 3-dür. 4-dən 1 çıxanda qalır 3. Bu da qalır 3. 3-ü 4-ə vuranda 12. 12-dən 4 çıxanda qalacaq 8. Hə. Bu ikisi bir-birinə bərabərdirsə bərabərləşdirək. 2 üstəgəl 2x bərabərdir 8-ə, 2x bərabərdir 6-ya, x də bərabərdir 3-ə. Bu qədər sadə, çox rahat, çox sadə bir sual. Məntiqi artıq bir-birinə bərabərlik məntiqini tutandan sonra çox rahat həll edə bilərsiniz. Printerlərin növlərinə aid olanları seçin. Deməli, şırnaqlı printerlər var, püskürtməklə istifadə olunur. Stol üstüdür. Bunlar ümumiyyətlə skanerdədir. Matrisli printerlər var. Daha sonra bu da skanerdədir. Termiki printer var, lazerli var. Bu da yenə skanerdədir. 2, 4, 6, 7. Literli misal üçün çəkicdir, matrisli iynəlidir, şırnaqlı püskürtmədir, lazerdə hansı ki lazer şüası vasitəsilə ən sürətli olandır, termikdə xüsusi istilik hesabına çap olunandır. Hansı əməliyyatların köməyi ilə bütün sənəd seçilər? Sənədin sol kənar hissəsində mausun sol düyməsi 3 qat kiliklənir. Bu doğrudur. Əgər 1 qat kiliklənsə sətir, 2 qat kiliklənsə abzas, 3 qat kiliklənsə bütöv mətn seçilmiş olar. Klaviaturadan Ctrl-A düyməsinə basanda bəli, bütöv sənəd seçilmiş olacaq. Sənəd daxili ixtiyari yerdə mausun sol düyməsi 4 dəfə klikləmək yox. Klaviaturada F8 düyməsini 2 dəfə ardıcıl sıxmaq. 2 dəfə də söz seçilmiş olacaq. Bu da deyil. Kursoru sənədin sonuna yerləşdir. Tamam sona gəlsəm, sənədin sonuna gəlsəm. Shift Ctrl Home bəli seçəcək bütöv sənədi. Çünki Ctrl Home sənədin əvvəlinə keç deməkdir. Bu da sənədin əvvəlinə qədər seç deməkdir. Shift seç. Ona görə bəli uyğun gələcək. Amma sənədin sonunda olmasaydı bu düzgün olmazdı. Çünki dayandığı yerdən əvvələ qədər seçərdi onda. Klaviaturadan Ctrl düyməsi basılı saxlanaraq sənəd daxili ixtiyari yerdə mouse sol düyməsi ilə bunda cümlə seçilər. Əgər Ctrl-dan seçmək istəyirsənsə, sol sahədə klikləməlisən. Ona görə 6 da uyğun deyil. Deməli, 24-cü sualda uyğun olacaq 1, 2, 5. 1, 2, 5. Aha. Sonra, burada 7 də var. Klaviaturada F8 düyməsi 5 dəfə ardıcıl sıxılmaqla. Bəli, 5 dəfə ardıcıl sıxılmaqla olar. 2 dəfə də söz, 3 dəfə də deməli, 2 dəfə söz, 3 dəfə də cümlə, 4 dəfə də abzas, 5 dəfə də isə bütöv mətn, bütöv sənəd seçilir. Bu da doğrudur. 25. Uyğunluğu müəyyən edin. Sistem proqram təminatı kompüter işi üçün vacib olan proqramlardır. Buna aiddir, misal üçün əməliyyat sistemləri. 1 olacaq 1. Tətbiqi proqramlar bizim işimiz üçün lazımdır. 2 olacaq A. WinAce, WinZip bu deməli arxivlərdir, sistemin servisinə aiddir. Bu da sisteminə aiddir. B-si. Java, Pascal bunlar proqramist üçün lazımdır. Sıfırdan proqram yaratsınlar. İnstrumental proqram təminatı. AutoCAD Quattro Pro da yenə bizim işimiz üçün lazımdır. Bu da tətbiqidir. Bu da Y. Aha. Bu da belə. Deməli mən səhv yerə bunu yazdım. Tətbiqi deyib səhv yerə yazdım. Tətbiqi buradadır. A, B. Deməli 1 olacaq B, C, 2 A, Y, 3 də olacaq D.